Salam əziz və dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün mən bu videoda ehtimal nəzəriyyəsi və statistika bölməsindəki tapşırıqları izah edəcəm. Bu bölmədəki tapşırıqlar nə qədər sadə görünsə də, bu tapşırıqların həlli zamanı şagirdlərin bəzi sualları yaranır. Çalışacağım ki, həmin suallara bu videoda aydınlıq gətirəm. Bunun üçün tapşırıqları daha ətraflı və geniş şəkildə addım-addım izah edəcəm. Əlbəttə ki, siz bu tapşırıqları həll etmək üçün əvvəlcə hadisənin ehtimalının necə tapıldığını bilməlisiniz. Məsələn, hər hansı bir A hadisəsinin ehtimalı A ilə işarə olunur və A hadisəsinin ehtimalı əlverişli hallar sayının mümkün hallar sayına olan nisbətinə bərabərdir. Əlverişli hallar sayı M böyük bərabərdir 0, kiçik bərabərdir n aralığında olur. Bu nə deməkdir? Əlverişli hallar sayının ən kiçik qiyməti 0 ola bilər. Ən böyük qiyməti isə mümkün halların sayına bərabər ola bilər. Yəni m ilə bərabər ola bilər. Bu zaman hadisənin ehtimalının qiyməti necə olur? Hansı aralıqda olur? Hadisənin ehtimalı əgər əlverişli hallar sayı 0-a bərabər olarsa, ehtimalın da qiyməti 0-a bərabər olur. Əgər əlverişli hallar sayının yəni mümkün hallar sayına bərabər olarsa, bu zaman ehtimal n bölünsün n, yəni 1-ə bərabər olur. Deməli, ehtimalın ən kiçik qiyməti 0 olur. Yəni ehtimal ola bilər ki, su tapşırıqda cavab yəni 0-a bərabər olsun. Ehtimalın qiyməti, ən böyük halda da ehtimalın qiyməti 1-ə bərabər ola bilər. Yəni hər hansı bir hadisədə, məsəl üçün, əgər verilmiş hadisənin baş verməsi ehtimalı 4/1-dirsə, onda baş verməməsi ehtimalı, axı mümkün hallar sayı 4-dür, baş verməməsi ehtimalı olur 4/3. Yəni onların cəmi 4/4-də, yəni 1-ə bərabər olmalıdır, 1-ə tamamlanmalıdır. Bəs əlverişli hallar sayı nədir? Mümkün hallar sayı nədir? Bunlara da aydınlıq gətirmək üçün biz tapşırıqların həllinə baxaq. Birinci tapşırıqda deyilir ki, qutuda eyni ölçülü 5 ağ və 3 qara kürəcik var. Yəni, ağ kürəciklərin sayı 5 ədəddir. Qara kürəciklərin sayı 3 ədəddir. Bizdən soruşur ki, təsadüfən çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Biz əvvəlcə buradan tapaq ki, yəni mümkün halların sayı neçədir? Yəni, məxrəc n nəyə bərabərdir? Mümkün hadisələrin sayı əlbəttə ki, 5 üstə gəl 3 olar. Çünki qutuda 5 ağ, 3 qara kürəcik var. Yəni 8 dənə cəmi kürəcik var. Və bu qutudan kürəcik çıxarmaq istəyəndə burada 8 hadisə baş verə bilər. Ona görə də mümkün halların sayı 8-ə bərabərdir. Bəs əlverişli halların sayı nədir? Əlverişli halların sayını da bilmək üçün bir suala baxmalıyıq. Bizdən nə soruşur? Çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Ağ kürəciklərin sayı da 5 dənədir. 5 dənə ağ kürəcik var. Deməli, əlverişli hallar sayı burada 5-ə bərabərdir. Yəni, bizdə tapşırıqlı sualda nə soruşur? Bu, əlverişli hal kimi qəbul olunacaq. Və A hadisəsinin ehtimalı P-a bərabər olacaq. Mümkün hallar sayı, yəni 8 məxrəcə yazılır. Əlverişli hallar sayı 5 suretə yazılır və ehtimal 8-də 5-ə bərabər olur. Yəni, doğru cavab olur C variantı. İkinci tapşırıqda eyni qayda ilə həll olunur. Qutuda 7 ağ və 5 qara kürəcik var. Deməli, mümkün hadisələrin sayı 7 üstə gəl 5, 12-yə bərabərdir. Və çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Ağ kürəciklərin də sayı burada 7-dir. Yəni, əlverişli hallar sayı 7-yə bərabərdir. Deməli, bu zaman məxrəc 7 üstə gəl 5, yəni 12. Surət isə ağ olması hadisəsi 7-dən olduğu üçün surətdə 7 olur. Deməli, cavabımız 12-də 7-yə bərabərdir, yəni D variantı. Üçüncü sual. Sinifdəki 32 şagirddən 8 nəfəri əlaçıdırsa, təsadüfi seçilmiş bir şagirdin əlaçı olması ehtimalını tapın. Yəni, sinifdə 32 nəfər şagird var. Bunların da içində 8 nəfəri əlaçıdır. Və siz həmin 32 şagirddən birini seçirsiniz və həmin şagird də əlaçı olmalıdır. Deməli, bu hadisə zamanı mümkün halların sayı 32-dir, çünki sinifdə 32 şagird var. Əlverişli halların sayı isə 8-dir, çünki sinifdə 8 nəfər əlaçı var. Seçilən şagird də əlaçı olmalıdır.
Buna göre de əlverişli hallar sayı 8 olur. Və ixtisar edirsək, cavab olur 4'te 1. Yəni bu hadisənin ehtimalı 4'te 1'e bərabərdir. Dördüncü sualda oxşar sualdır. Sinifdəki 31 şagirdin 7 nəfəri əlaçıdır. Təsadüfi seçilmiş bir şagirdin əlaçı olması hadisəsinin ehtimalını tapın. Yəni 35'də 7'ye bərabər olacaq bu ehtimal. 35'də 7 və ixtisar etsəniz cavab 5'də 1 olur. Doğru cavab Y variantıdır. 5-ci suala fikir verin uşaqlar. 5-ci sualda nisbətən fərqli sualdır. 2 zər atıldıqda hər iki zərdə düşən halların sadə ədəd olması ehtimalını tapın. Yəni burada 2 zər atılır. 2 zər atılır. Birinci zərdə sadə ədəd düşməlidir. İkinci zərdə də sadə ədəd düşməlidir. Biz də bilirik ki, zərin 6 üzü var. Deməli, mümkün olan hadisələrin sayı 6'dır. Əvvəlcə birinci zər üçün baxaq. Mümkün halların sayı 6'dır. Çünki zərin 6 üzü var. Və bu zərdə düşən xallar sadə ədəd olmalıdır. Düşən xalların sadə ədəd olması. Yəni hər iki zərdə sadə ədəd düşməlidir. Sadə ədədlər hansılardır zərdə? 2, 3 və 5. Yəni zərdə 3 dənə sadə ədəd var. Bu deməkdir ki, əlverişli hallar sayı da 3 olmalıdır. Axı 2 dənə zər var. Birinci zərdə də sadə ədəd çıxmalıdır. İkinci zərdə də bu hadisələr uşaqlar bir-birindən asılı olmayan hadisələrdir. Birinci zər başqa, ikinci zər başqa. Yəni bu zərdə də sadə ədəd düşməlidir. Bu zərdə də sadə ədəd düşməlidir. Yəni ikinci hadisənin baş verməsi birinci hadisədən asılı deyil. Yəni asılı olmayan hadisələrdir. Hər ikisində sadə ədəd çıxmalıdır. Ona görə də hər ikisində ehtimal 6'da 3'e bərabərdir. Asılı olmayan hadisələrin ehtimalını tapmaq üçün onların ehtimalları vurulur. Yəni P A vurulsun B bərabərdir. P A vurulsun B B. B B. 6'da 3 6'da 3'e vurulur. Hər ikisi 2'də 1'e bərabər olur. 2'də 1 vurulsun. 2'də 1 cavab olur. 4'te 1. Yəni A variantı. 6. sual. 6. sualda oxşar sualdır. İki zər eyni anda atıldıqda hər iki zərdə düşən xalların mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapın. Mürəkkəb ədədlərdə zərdə hansılardır? Mürəkkəb ədəd. Deməli 4'dür. Bir də 6. Bir də sadə ədəd mürəkkəb. Sadə ədədləri də dedik ki 2, 3, 5 qalır 4'dən 6 mürəkkəb ədədlər. Və yenə də 2 zər atılır. Hər ikisində mürəkkəb ədəd çıxmalıdır. Bir-birindən asılı olmayan hadisələrdir. Birinci zərdə mürəkkəb ədədin çıxma hadisəsinin ehtimalı 6'da 2'dir. İkinci zərdə də 6'da 2'dir və asılı olmayan hadisələr olduğu üçün ehtimallar vurulur. Hər ikisi 3'də 1'e bərabər olur. 3'də 1 vurulsun 3'də 1 cavab olur. 9'da 1. 6'cı da doğru cavab olur. A variantı. 7. sual. İkisi də eyni ölçülü 11 fişka var. Təsadüfən çıxarılan bir fişka üzərindəki ədədin 3'ə qalıqsız bölünməsi hadisəsinin ehtimalını tapın. Deməli 11 fişka varsa, deməli 11 mümkün hadisə var burada. Məxrəcimiz olacaq 11. Təsadüfən çıxarılan bir fişka üzərindəki ədədin 3'ə qalıqsız bölünməsi. Deməli əlverişli halların sayı burada 3'ə bölünən ədədlərin sayı olacaq. 3'ə bölünən ədədlər də hansılardır burada? 3, 6, 12 və 18. 4 dənə burada 3'ə bölünən ədəd var. Deməli əlverişli halların da sayı 4'dür. Ona görə də doğru cavabımız olur B variantı. Deməli 8. sual. X böyükdür 2,12 kiçikdir 13. Bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfən götürülmüş bir ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli tam həllər burada neçədən başlayacaq? 3 daxil olacaq. 13'dən kiçik sonuncuda 12 daxil olacaq. Burada neçədən ədəd var? Sayı tapmaq üçün 12'dən 3 çıxıb üstünə 1 gəlirsiniz. Bu da olur 10. Hər ikisi daxildir 3'də 12'də. O zaman sayı tapanda 12'dən 3 çıxıb üstünə 1 gəlirsiniz. Deməli mümkün hallar sayı burada 10'dur. Yəni ehtimal bərabər olur. 10'da əlverişli halların sayına gəlin baxaq. Nə soruşur bizdən? Sadə ədəd olması. 3'dən 12'yə qədər sadə ədədlər hansıları olacaq? Deməli, olacaq burada 3, 5, 7, 8, 9 mürəkkəbdir, 10 da mürəkkəbdir, 11.
Deməli, bizim burada 4 dənə sadə ədədimiz var. Ona görə də əlverişli hallar sayıram. 4-ə bərabərdir. Deməli, 10-da 4 cavabı olduqca isimlə veriblər. 0,4, yəni D variantı. 9-cu sual. İlk 12 natural ədəddən təsadüfən seçilmiş birimin mürəkkəb ədəd olması hadisəsinin ehtimalı 12 ədədin içində mürəkkəb ədədləri yazıb qeyd edirsiniz və sayırsınız. Sayı neçə olur? İlk 12 ədəd 1-dən 12-yə qədər ədədlərin içində mürəkkəb ədədlər hansı olur? 4, 6, 8, 9, 10 və 12-də üzrə daxildir və sayırıq 2, 4, 6 dənə. Deməli, əlverişli halların sayı 6-dır. Mümkün hallar isə ilk 12 ədəddir. Yəni 12 ədəd burada mümkün halların sayıdır. 6 isə olur əlverişli halların sayı. Bu da bərabər olur 2-də 1-ə. Yəni 9-da cavab olur A variantı. Davam edirik inşallah. Keçirik 10-cu suala. Mağazada olan 4 növ köynək və 3 növ ayaqqabıdan bir köynəyi və ya bir ayaqqabını neçə üsulla seçmək olar? Deməli, uşaqlar, mağazada 4 növ köynək var, 3 növ də ayaqqabı var. Siz də gedirsiniz, bir köynək alacaqsınız və bir dənə də ayaqqabı alacaqsınız və bir köynəyi və ya bir ayaqqabını neçə üsulla seçmək olar? Və ya bağlayıcısı var burada. Yəni köynək ayrı, 4 növ köynəyin içindən seçəcəksiniz. Burada 4 üsulunuz olacaq. Yəni köynəyi 4 üsulla seçəcəksiniz. Çünki cəmi 4 dənə köynək var orada. Ayaqqabını da 3 ayaqqabının içindən 3 üsulla seçmək olur. Deməli, ayaqqabını da seçmək üçün qarşımızda 3 üsul var. Və ya bağlayıcısı olan uşaqlar. Bunlar uyuşmayan hadisələr adlanır. Uyuşmayan hadisələrdən hadisənin ehtimalını tapmaq üçün onların ehtimallarını toplamaq lazımdır. Ayrı-ayrı ehtimallar toplamaq lazımdır. Və ya onların birləşməsi deməkdir, cəmi deməkdir. Arasında işə gəlmək olur. Düzdür, biz burada ehtimal tapmırıq. Burada sadəcə üsulların sayını tapırıq. Yəni neçə üsulla seçmək mümkündür. Yenə də toplama işarəsi olacaq. Yəni onların saylarının cəmi götürüləcək. Çünki uyuşmayan hadisələrdir. Yəni birləşmədən söhbət gedir. Onların üsulların burada cəmi tapılır. İndi də 11-ci tapşırıqda da deməli 5 növ köynək və 6 növ ayaqqabı var. Köynəyi burada 5 üsulla seçmək olur. Ayaqqabını isə 6 növ, yəni 6 növ ayaqqabı olduğu üçün 6 üsulla seçmək olur. Deməli və ya olduğu üçün, uyuşmayan hadisələr olduğu üçün onların seçmə üsullarını, seçim üsullarını toplamaq lazımdır. Cəmi 11 üsulla seçmək mümkündür. Yəni doğru cavabımız olur E variantı. 12-ci sual. İkisində də eyni ölçülü 11 fişka var. Təsadüfən çıxarılan bir fişka üzərindəki ədədin 6-ya qalıqsız bölünməsi hadisəsinin ehtimalını tapın. Bayaq da var idi bu tapşırıqda. Cəmi 11 fişka var. 11 fişka olduğu üçün məxrəcimiz 11-dir. Mümkün halların sayı 11-dir. Burada 11 hadisə baş verə bilər. 6-ya qalıqsız bölünməsi isə bu da əlverişli halların sayıdır. 6-ya qalıqsız bölünmək burada olacaq 6, 12 və 18. Yəni əlverişli halların sayı olacaq 3. Cavab olacaq D variantı. 13-cü sual da oxşar sualdır. Burada da 11 fişka var. Deməli, burada da mümkün halların sayı 11-ə bərabərdir və təsadüfən çıxarılan bir fişka üzərindəki ədədin 4-ə qalıqsız bölünməsi hadisəsinin ehtimalı, yəni 4-ə bölünən ədədləri seçəcəyik burada. 8 bölünəcək 4-ə, 12 bölünəcək və 20 bölünəcək 3 əlverişli hal var. Deməli, cavabımız olacaq 11-də 3, yəni E variantı. 14-cü sual. Yine oxşar sualdır. 11 fişka var. Məxrəc 11-dir. Təsadüfən çıxarılan bir ədədin 5-ə qalıqsız bölünməsi. Əlverişli hallar 5-ə bölünən ədədlərin sayıdır. Yəni 5, 10 və 15 iştirak eləmir burada 20. 3 dənə 5-ə bölünən, qalıqsız bölünən ədəd var. Buna görə də cavabımız olur 11-də 3, yəni A variantı. 15-ci sual. X böyükdür 0,6. X böyükdür 0,6, kiçikdir 10,5.
onda 4. Bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfi götürülmüş bir ədədin mürəkkəb ədədi olması ehtimalını tapın. Buna aiddən bayaq sual həll elədik. Deməli, sodan 16-dan böyük 1-dən başlayırsınız saymağa. 10,4-dən kiçik 10 da burada iştirak edir. Deməli, 10 dənə ədəd var. Mümkün halların sayı 10-dur. Məxrəcə 10 yazırıq. Və mürəkkəb ədədlərdən söhbət gedir. Mürəkkəb ədədlərdə burada hansıları olacaq? 4, 6, 8, 9 və 10. Bunun özü də iştirak edirik ki, 4, 5, 5 dənə də mürəkkəb ədəd var. Əlverişli halların sayı 5-dir. Cavab olduqca sizdən verilir. Belə cavabımız olur 0,5, yəni C variantı. 16-cı sual da oxşar sualdır. X böyükdür 0,7 kiçikdir 10,8. Bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfi götürülmüş bir ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. 0,7-dən böyük 1-dən başlayırıq, 10,8-dən kiçik 1-dən 10-a qədər ədədlər 10 dənə ədəd olduğu üçün məxrəcimiz 10 olur. Bizdən də sadə ədəd olmasını soruşur. 1-dən 10-a qədər ədədlərin içində sadə ədədlər hansılardır? 2 var, 3 var, 5 yerləşir, 7, 8, 9, 10 da mürəkkəbdir. Deməli 4 dənə sadə ədəd var. Olur cavabımız 10,4, yəni 0,4 Y variantı. 17-ci sual. 17-ci sualda da yenə də oxşar sualdır. 5,3-dən böyük, 17,87-dən kiçik. Deməli 6-dan başlayırıq, 17 də daxil olmaqla. Burada neçə ədəd var? 17-dən 6 çıxıb üstünə 1 gəlirik. Bu da bizə 12 verir. Deməli məxrəcimiz 12-dir. Və bizdən soruşur ki, mürəkkəb ədəd olsun. 6-dan 17-yə qədər mürəkkəb ədədlər 6 var. 6 iştirak edir. 8, 9, 10, 11 sadədir. 12 iştirak edir. 13 sadədir. 14, 15 də mürəkkəbdir. 16 və 17 özü sadədir. 17 iştirak etmir. 2, 4, 6, 8. Deməli, məxrəcimiz 12, surətimiz isə 8. 12-də 8. 4-ə ixtisar getsə 3'də 2. 3'də 2. Doğru cevabımız olur A variantı. 18. sualda oxşar sualdır. İlk 18 natural ədəddən təsadüfi seçilmiş birinin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapın. İlk 18 ədəd deyil, məxrəcimiz 18'dir. Mürəkkəb ədədlərdə hansıları olacaq burada? 4, 6, 8, 9, 10, 11 sadədir, 12 mürəkkəb, 13 sadədir, 14 mürəkkəb, 15 mürəkkəb, 16 mürəkkəb, 17 sadədir, 18 mürəkkəb. Sayırıq 2, 4, 6, 8, 10. 10 dənə. Deməli, məxrəcimiz olur 18, surətimiz olur 10. İhtimalı tapanda. Və ixtisar edirik 2-yə, məxrəc olur 9, surət olur 5, 9 və 5, yəni C variantı. 19-cu tapşırıq. İlk 15 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. İlk 15 natural ədədin içində sadə ədədlər hansılardır? 2, 3, 5, 7, 11, 13, deməli 14, 15 mürəkkəbdir, deməli 12-dir. Bunlar sadə ədədlərdir. 2, 4, 6, 6 dənə sadə ədəd var. Deməli əlverişli hal sayı 6-ya bərabərdir. İlk 15 natural ədəd dediyi üçün məxrəc 15-dir. Mümkün halların sayı 15-dir. Əlverişli halların sayı 6-dır və 3-də ixtisar etsək məxrəc 5, surət isə 2 olur. Cavabı 13 kəsrlə verirlər. 2-ni 5-ə bölürsünüz. 0,14 doğru cavab olur A variantı. 20-ci sual. İlk 20 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması. Yenə də eyni qayda ilə həll edirsiniz. Deməli, 1-dən 15-ə qədər 6 dənə sadə ədədimiz oldu. 15-dən sonraki sadə ədədlər 16 mürəkkəbdir, 17 sadədir. Deməli, 18 mürəkkəb, 19 sadə. 6 orada, ikisi də burada əlavə olunur. 8, ilk 20 dediği üçün məxrəc 20, surət 8, 4-ə ixtisar etsəniz, surət 2, məxrəc 5, yenə də cavabımız olur 0,4. 20-də doğru cavab olur Y variantı.
21-ci suala fikir verin uşaqlar. Baxaq, fərqli sualdır. Sözlərdə bir zavoddakı işçilərin sayı və onların iş vaxtı verilmişdir. Hər bir işçi yalnız bir dəfə olmaqla təsadüfən ardıcıl seçilmiş iki işçidən və birincinin iş vaxtının 3 saatdan az olmaması, ikincisinin isə iş vaxtının 1 saatdan az olması hadisəsinin ehtimalını tapın. Yəni burada zavodda işləyən işçilərin deməli sayı və iş vaxtı verilib. Cədvələ baxırıq diqqətlə. Bu işçilərin içindən ardıcıl olaraq iki işçi seçiləcək. Birinci işçinin iş vaxtının yəni 3 saatdan az olmaması, ikincinin isə 1 saatdan az olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə əlbəttə ki, işçilərin sayına baxaq. Zavoddakı işçilərin ümumi sayı deməli 3 üstəgəl 5 üstəgəl 8 üstəgəl 10 üstəgəl 14. Görək hələ cəmi neçə işçi var? Deməli 8, 8, 16, 26, 30, 40. 40 işçi var. Bütün işçilərin sayı 40'dır. Ardıcıl olaraq 2 işçi seçiləcək. Birincinin iş vaxtının 3 saatdan az olmaması. 3 saatımız 3 vurulsun 60 olur 180 dəqiqə. Yəni 180 dəqiqədən az olmaması. 180 dəqiqədən az olmaması o deməkdir ki, yəni böyük bərabərdir 180. Yəni 180'ə bərabər də ola bilər, böyük də ola bilər, amma az olmasın. 180'dən böyük bərabər olanlar da baxın 180'den büyük beraber olanlar. 10 nəfər burada, 10 nəfər və 14 nəfər. Cəmi 24 nəfərdir. Həmin bax bu 24 nəfərin içindən seçiləcək. Yəni əlverişli hallar sayı burada 24 olur. Bütün işçilərin sayı isə 40 olur. Mümkün halların sayı. Çünki zavodda cəmi 40 nəfər işçi var. 40 nəfər işçinin arasından seçiləcək. Əlverişli halların da sayı oldu 24. Və burada diqqətlə bir şey veririk. Seçilən iki işçidən birincinin iş vaxtının 3 saatdan az olmaması, ikincisinin isə iş vaxtının 1 saatdan az olması hadisəsinin ehtimalını tapın. Yəni biz artıq işçilərin birini seçdik. Ardınca da ikinci işçi seçiləcək. Yəni bunlar bir-birinin ardınca baş verən hadisələrdir. İkinci hadisənin baş verməsi ehtimalı birinci hadisədən asılı olur burada. Yəni birincinin seçilməsi şərti daxilində baş verir. Bu deməkdir ki, ikinci işçi seçiləndə artıq 40 nəfərin içindən yox, 39 nəfərin içindən seçilir. 40 çıxılsın 1 yazırıq məxrəcə. Çünki bir nəfər artıq seçilib. Yəni bizim bu hadisənin, ikinci işçinin seçilməsi hadisəsinin ehtimalı 40 çıxılsın 1, yəni mümkün halların sayı 39'a bərabər olur. Bəs əlverişli halların sayı? Əlverişli halların sayını da tapmaq üçün burada diqqətlə fikir veririk. 1 saatdan az olması. 1 saatdan az, yəni 60 dəqiqədən az olsun. 60 dəqiqədən az olan da elə bir dənə burada 0,59 aralığı var. Bu da 3 nəfərdir. Deməli surətimiz də olur 3. Belə hadisələrin ehtimal tapılanda uşaqlar, ehtimallar vurulur. Ehtimallar vurulur. Yəni P A vurulsun B beraber olur. P A vurulsun B. Beraber olur P A vurulsun. P B çıxılsın A. Yəni bir-birindən ardıcıl baş verən bax bu iki hadisənin ikincinin baş verməsində mümkün halların sayı birincinin baş verməsinin şərti daxilində olur. Yəni birincidə artıq 40 nəfər idi, bir nəfər seçildi, qaldı 39 nəfər. İkincini seçəndə 39 nəfərin içindən seçilir və bu ehtimalların vurulmasına aiddir. Ona görə də arasında da vurma işarəsi qoyulur. Diqqətlə baxaq, 40 ilə 24'ü 8'e aparaq, burada qalsın 3, burada da qalsın 5, yəni 5'də 3 vurulsun 39'da 3. 39 ilə də 3'ü 3'e aparaq qalsın 13, surətdə 1, 13'də 5'e vurulur, məxrəc olur 65, surət olur 3. Doğru cavabımız olur 65'də 3, yəni C variantı. 22-ci sual oxşar sualdır. Burada da yenə də zavoddakı işçilərin sayı və onların iş vaxtı verilib cədvəldə. Diqqətlə baxırıq, əvvəlcə işçilərin sayını tapar. İşçilərin sayı burada 2, 4, 7, 2, 4, 7, 8 və 9 bunları toplayırıq.
6, 7, 13, bu da 8, 27, 9, 5. Deməli, cəmi 30 işçi var. Birinci işçi seçiləcək. İş vaxtının 2 saatdan az olmaması. 2 saatdan az olmaması 2 saatte 120, yəni böyük bərabərdir 120. Böyük bərabərdir 120, baxın. Böyük bərabər 120, yəni 120 də daxil olmaqla, bax, bunlar hamısı aiddir. Deməli, neçə işçi var görək burada? 7, 8, 9, 24 işçi var. 24 işçinin içindən seçiləcək, yəni 55 daha doğrusu 24 olacaq. Cəmi 30 işçi var. 30 nəfər işçinin içində 24 nəfər burada 55 var. Vurulsun. İkinci hadisənin yəni ehtimalında artıq məxrəcdə mümkün halların sayı 30 yox, 29 olacaq. Çünki bir nəfər artıq seçilir. İkinci işçi də deyir ki, iş vaxtı 1 saatdan az olsun. 1 saatdan az olması. 1 saatdan az olma da burada 0,59 fikir verin. Neçə nəfərdir? Cəmi 2 nəfərdir. 29'da 2. 24 ilə 30'u aparaq 6'ya. 4, 5. 5 de vurulur 29'a. Olur 145. 4 ve 2'ye vuranda 8. 145'te 8 doğru cevap olur C variantı. Üçüncü sual. Torbada üzərlərində bütün iki rəqəmli natural ədədlər yazılmış oyun daşlarından təsadüfən biri seçilir. Deməli, oyun daşlarının üzərində bütün iki rəqəmli natural ədədlər yazılır. İki rəqəmli natural ədədləri gəlin fikir verin sayına. İki rəqəmli natural ədədlər deməli, başlayır ondan bitir 99'da. Neçə iki rəqəmli ədədimiz olur? 99, 90. 10 üstə gəlir 1. Yəni bizim 90 dənə iki rəqəmli ədədimiz var. Deməli, burada torbada 90 dənə iki rəqəmli natural ədəd yazılmış oyun daşları var. Yəni oyun daşlarının sayı 90'a bərabərdir. Seçilən ədədin 18'dən kiçik mürəkkəb ədəd və ya 76'dan böyük 5'ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Yine de bak burada veya dikkatle fikir verin. Veya varsa uyuşmayan hadiselerdir. Çünkü tesadüfen biri seçilir. Bir tane yani taş çıkarılır. Çıkarılan taşın üzerinde ya 18'den küçük mürəkkəb ədəd olsun ya da 76'dan büyük 5'ə bölünən ədəd olsun. Deməli biz baxaq hələ görək 18'den küçük mürəkkəb ədədlər hansılardır, neçə dənə olan sayını tapaq. Deməli 4, 6, 8, 9, 10, 11 sadədir, 12, 13 sadədir, 14, 15, 16, 18'den kiçik deyir də, 17 sadədə 18 də özü daxil deyil. Deməli 2, 4, 6, 8, 9 dənə 18'den kiçik mürəkkəb ədəd var. Amma burada bir şey var da uşaqlar. Burada iki rəqəmli natural ədədlər deyir. Deməli bu bir rəqəmli ədədləri buradan silək. Bunlar iştirak etmir ama. Bunlar iştirak etmir burada. Ondan başlayırıq. 2, 4, 5 dənə. Məxrəc olur 90. 90 dənə iki rəqəmli ədəd var. Onların içərisində 5 dənə 18'den kiçik iki rəqəmli mürəkkəb ədəd var. Olur 90'da 5. Və biz dedik ki, uyuşmayan hadisələr olanda və ya bağlayıcısı görəndə ehtimalların cəmi tapılır. İşte gəl, məxrəc yenə də 90. 76'dan böyük 5'ə bölünən ədəd. 76'dan böyük 5'ə bölünən ədədlər burada olacaq 80, 81, 90 və 95. 2, 4 dənə. Oldu 90'da 5 bizə gəlir 90'da 4. Bu da bize verir 90'da 9. Yəni 10'da 1. Cevabı da 10'luk kəsimlə veriblər. 0'dan 10'da 1, 23'də doğru cevap olur D variantı. Dördüncü sual. İlk 100 natural ədəd arasından təsadüfən seçilmiş bir ədədin həm 2'yə, həm 3'ə, həm 4'ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Yəni ilk 100 natural ədədin içindən seçilir. Burada artıq mümkün halların sayı bəllidir, 100'ə bərabərdir. Əlverişli halların sayında isə
Yəni elə bir ədəd olmalıdır ki, həm 2-yə, həm 3-ə, həm 4-ə bölünsün. Bu da həmin ədədlərin əkovu deməkdir. Deməli, ekov, 2, 3 və 4. 2 və 3-ün əkovu 6-dır. 6 və 4-ün əkovu 12-yə bərabərdir. Deməli, seçilmiş ədəd 12-yə bölünən ədəd olmalıdır. İlk 100 natural ədədin içindən təsadüfən bir ədəd seçiləcək. Həmin ədəd də 12-yə bölünən ədəd olmalıdır. İndi ilk 100 natural ədədin içindən neçədən 12-yə bölünən ədəd var? Bunun sayını tapmaq üçün 100-ü 12-yə bölmək lazımdır. Yəni burada biz qalıq qala bilər, biz tam hissəni götürəcəyik. 112-yə bölürük 8. 8 vur 12, 96 edir. Yəni 8 qalıq 4 qalıqla işimiz yoxdur. Deməli burada 8 dənə 12-yə bölünən ədəd var. 12, 24, 36, 48, bax bu ədəd yad. 8 dənə 12-yə bölünən ədəd var. Deməli əldə edilmiş halların sayı 8-dir. Mümkün halların sayı 100-dür. 8. Bu da elə onluq şəklindən verilir cavab 0-dan 8. Doğru cavab olur D variantı. Deməli 26-cı sualda statistik ortamı soruşur bizim. Fərqli sualda. Yəni bunu ayrı yazmamışıq. Zavodun 120 işçisi var. Onlardan 60 nəfər 800 manat, 30 nəfər 1200 manat, 20 nəfər isə 1500 manat. Qalanları da var. 2000 manat maaş alır. Zavod işçilərinin aldıqları maaşlarının medianını, yəni statistik ortasını tapın. Statistik orta median deməkdir inşallah. Medianı tapanda da bizim ilk işimiz olur ki, biz ardıcıllıqdakı ədədləri artım sıra ilə kiçikdən böyüyə doğru yazırıq və ədədlərin sayı əgər tək sayılıdırsa, ortadakı ədəd median olaraq götürülür. Əgər çift sayılıdırsa, ortadakı iki ədədin ədədi ortası tapılır. Belə bizdə deyir ki, zavodda 120 işçi var. Yəni ədədlərin sayı burada cüt sayıladır. Deməli, ortadakı iki ədədin ədədi ortası götürüləcək. Bəs ortadakı iki ədəd hansı olacaq? Bunun üçün gəlin verilənləri göstərək burada. Deməli, 800 manatı alan 60 nəfərdir. 60 nəfər 800 manat alıb. 1200 manatı alan 1200 manatı alan neçə nəfərdir? 1200 manatı alan burada 30 nəfərdir. Bəs 1500 manat. 1500 manatı da alan işçilərin sayı deməli 20 nəfərdir. 20 nəfər. Qalanları da 2000 manat alır. Neçə nəfər qalır? 60, 30, 90, bu da 20, 110, cəmi 120 işçi var, 10 nəfər qalır. Deməli 10 nəfər də 2000 manat alır. Yəni 2000 nəfər, 2000 manat da alınan 10 nəfərdir. İki birinci alın. Elə ardıcıllıqda ədədlər artan sırayla düzülür. 800, 800, 800 və s. 1200, 1200, 1500, 1500 və axırda da 2000, 2000 bax belə gedir. 800 burada 60 dəfə iştirak edir, 1230 dəfə iştirak edir bu ardıcıllıqda. İndi hamısını yazmaq olmur, ona görə bu şəkildə göstərilir ardıcıllıqla. 1500 də 20 dəfə iştirak edir, 2010 dəfə iştirak edir. İndi fikir verək, axı cüt sayıdadır, cəmi 120 işçi var da, bizdən də onların aldığı maaşların medianını soruşur. 120 nəfər olduğu üçün cüt sayıdadır. Biz də dedik ki, cüt sayıda olanda ortadakı iki ədədin ədədi ortası tapılır. Ortadakı iki ədədi tapmaq üçün uşaqlar 120-ni bölün 2-yə. Bölün 2-yə 60 və 60-dan sonraki ədədi götürün. 60 və 61. Yəni 60 və 61-ci ad. Bunların aldığı maaşlara baxırıq. 60-cı adam. Bax, ilk 60 nəfər 800 manat alır. Deməli, 60-cı adam 800 manat maaş alır. 800 manat. 61-ci adam artıq keçir 1200 manat olan hissəyə fikir verin. Çünki 800 manatı cəmi 60 nəfər alır. Sonraki adamlar 1200 manat alır. Deməli, 61-ci adam 1200 manat formundan götürüləcək. Onun aldığı maaşı 1200 olduğu üçün toplayıb 2-yə bölürük.
ədədi ortası tapılır, olur 2000 bölünsün 2 cavab olur 1. Deməli doğru cavabımız olur D variantı. 27-ci sualda oxşar sualdır. Burada da 130 işçi var. 130 işçi olduğu üçün deməli ardıcıllıqdakı ədədlərin sayı cüz saydadır. Və 70 nəfər 900 manat alır. 40 nəfər 1400 manat, 15 nəfər 1600 manat, qalanları 2000 manat alır. Bizdən yenə də statistik ortamı soruşur. 130-u bölü 2-yə, 130-u bölü 2-yə düşür 65. Deməli 65 və sonraki adam 66-cı adamın aldığı maaşlara baxırıq. Baxaq 65-ci adam axı ilk 70 nəfər 900 manat alır. Deməli 65-ci adam 900 manat alır. Elə 66-cı adam da yenə də ilk 70 nəfərin içindədir. O da 900 manat alır. 900 ise 900 bölünsün 2. Yine de cevabımız olur. 900 yani D variantı. İşte. 28. sual. Hiçbir menzili satılmamış 100 menzilli yani binadan 60'ı bir otaqlıdır. Mənzillərdən 32 otaqlıdır. Qalanları isə 3 otaqlı mənzillərdir. Bu binadan 2 mənzil almaq üçün istəyən yəni bu binadan 2 mənzil almaq istəyən müştərinin birinci aldığı mənzilin 2 otaqlı, ikinci aldığı mənzilin isə 3 otaqlı olması hadisəsinin ehtimalını tapın. Yəni uşaqlar cəmi binada 100 mənzil var və alıcı gəlir, mənzil əlini istəyir və onun fikri odur ki 2 mənzil alsın bu binadan. Birinci aldığı mənzil 2 otaqlı olsun. 2 otaqlı. İkinci aldığı mənzil isə 3 otaqlı olsun. Deməli, biz 2 otaqlı mənzillərin sayına baxırıq. 2 otaqlı mənzillərin sayı bax burada 30-dur və 3 otaqlı mənzillərin sayı bizə lazım olacaq. Bir qalanları 3 otaqlıdır. Yəni 100-dən çıxırıq. 100-dən çıxırıq. Bir otaqlılar burada 60 dənədir. 60 üstəgəl 30. Cavabı 10. Yəni 3 otaqlıların sayı 10. İndi birinci aldığı mənzil 2 otaqlı olmalıdır. Birinci aldığı mənzili 100 dənə mənzilin arasından seçəcəklər. 100 dənə mənzilin arasından. Əlbəttə ki, 2 otaqlı mənzil almaq istəyir birinci dəfə. Buna görə 2 otaqlılara yəni gedib baxacaqlar. Binadakı 2 otaqlı mənzillərə baxmalıdırlar. 2 otaqlı mənzillərin də sayı deməli 30 dənədir də. 30 dənə 2 otaqlı mənzil var. Deməli həmin o 30 mənzilin içindən biri seçiləcək. Əlverişli hal sayı burada 30. Mümkün hal sayı binadakı bütün mənzillərdir. Yəni burada 100 hadisə baş verə bilər. 2 otaqlı mənzil soruşduğu üçün %30 da olur 2 otaqlıların yəni seçilməsi ehtimalı. Bəs ikinci, deməli bir mənzili aldılar. Ehtimal oldu %30. İkinci mənzil isə 3 otaqlı olmalıdır. Artıq burada şərt var. Yəni ikinci hadisənin ehtimalı birinci hadisənin ehtimalından asılıdır burada. Yəni birinci ehtimal hadisənin seçilməsi ehtimalı şərti daxilində baş verir. Yəni 100 mənzildən artıq biri satılır. Qaldı 99 mənzil. İkinci mənzil üçün mümkün halların sayı burada 99'dur. Artıq mənzillərin sayını biri azalır. Və əlverişli hallar sayı deyəndə 3 otaqlı axı deyir. 3 otaqlı olsun. 3 otaqlı mənzillərin də sayını biz bayaq tapdıq. 10 dənə 3 otaqlı mənzil var. Deməli, əlbəttə ki, 3 otaqlı mənzil almaq istəyirsə, 3 otaqlı mənzillərə baxacaq da. Burada da əlverişli hal sayı olur. 10. Və ehtimalların vurulması dərsinə aiddir bu. Bu zaman ehtimallar bir-birinə vurulmalıdır. %30 ona ixtisar edir. Qalır burada 3. Əlverişli 10. Bunun da 10 ixtisar edir. Qalır 99'da 3. Surət və məxəzi yenə 3'ə ixtisar edir. Cavab qalır 33'də 1. Yəni bu hadisənin ehtimalı bərabər olur 33'də 1'ə. Doğru cavabımız olur Y variantı. 29-cu sual. Oxşar sualdır. Yenə də heç bir mənzili satılmamış 70 mənzilli binadır. 50'si bir otaqlıdır. 11 2 otaqlı mənzili var. Qalanları 3 otaqlıdır. Deməli 70'dən çıxırıq 50 üstəgəl 11.
Yəni 70-dən çıxırıq 61, 9. 9 dana, yəni 9 ədəd 3 otaqlı mənzil var. Yenə də 2 mənzil almaq istəyirik. Birincisi olmalıdır 1 otaqlı, ikinci mənzil isə 3 otaqlı olmalıdır. Birinci dəfə mənzil yəni alanda 70 mümkün hal var. Çünki binada 70 mənzil var və biz birincini 1 otaqlıların içindən seçməliyik. 1 otaqlıların da sayı 50-dir. Deməli 55-li hal sayı burada 50-dir. Bu olsun. İkincinin baş verməsi, birincinin baş verməsi şərti daxilində olur. Yəni birinci artıq seçilib, 70 mənzildən biri satılıb. İkinci dəfə artıq 69 mənzilin içindən seçiləcək. 55-li hal sayı isə 3 otaqlı mənzil almaq istədiyi üçün 3 otaqlıların sayı götürülməlidir. 3 otaqlıların da sayı biz 64, 9 dənə 3 otaqlı mənzil var. Surət olur 9, 70, 50-ni ona aparaq. Deməli, olur 7-də 5, 9-un 69-u da 3 aparaq. 23, surətdə 3. Məxrəci 7 vurulsun 23, 161. Surət isə 5 vurulsun 3, 15. Doğru cavabımız 29'da olur. C variantı. 30. sual. 9 ədədin ədədi ortası 14'də, 11 ədədin ədədi ortası isə yine 14'də bərabərdir. 20 ədədin ədədi ortası isə 30'dur. Bu 40 ədədin ədədi ortasını tapın. Bax şöyle. 9 ədədin ədədi ortası 14'dür. Yəni surətdə 9 ədədin cəmi yazılır. Biz bilmirik, ona görə x götürdüm. Sayı 9 olduğu üçün məxrəcə 9 yazılır. Ədədi ortasını da verib atabilirim. 14. Deməli bu 9 ədədin cəmi x bərabər olur 9 vurulsun 14. Yəni 126. İlk 9 ədədin cəmi 126'dır. 11 ədədin ədədi ortası 14'ə bərabərdir. 11 ədədin də şəhəmin birindəki y götürək. Sayı 11'dir. Ədədi ortası da yenə 14'ə bərabərdir. Buradan da y bərabər olur. Yəni 11 ədədin cəmi. Bu 11 ədədin cəmini onların sayına bölürük, ədədi ortasını tapırıq. Deməli 11 ədədin cəmi bərabər olur. 11 vurulsun 14. Yəni 154. 14 ona vurulur 140, 1'ə vurulur 14, yəni 154. Üçüncüdə nə deyir? 20 ədədin ədədi ortası. 20 ədədin. Tutaq ki, məsəl üçün 20 ədədin cəmi zdir. Sayı 20'dir. Ədədi ortasında bizə 30 verir. Deməli z bərabər olur. Burada 20 vurulsun 30, yəni 600. Elə çıxır ki, ilk 9 ədədin cəmi 126'dır. Sonraki 11 ədədin cəmi 154'dür. Və sonraki 20 ədədin də cəmi 600'ə bərabərdir. Cəmi 40 ədəd var və axırda bizdən soruşur ki, bu 40 ədədin ədədi ortasını tapın. Deməli məxrəcə 40 yazılır. Çünki 40 ədədin ədədi ortasından söhbət gedir. Və onların cəmi 126, üstə gəl 154, üstə gəl 600. Və bizim surətimiz ədədlərin hamısının cəmi. Deməli 126, 154, 270, bir də 10. 280, üstə gəl 600. Oldu 880 bölünsün 40. Deməli 880 bölünsün 40. Ona böləndə 0'a gedir. 88'ə 4'ə bölünür 22. Doğru cevabımız olur 30'da C variantı. 31. sualda fərqli sualdır. Oturaq sualı. A hadisəsinin baş verməsi ehtimalı. Deməli 2m çıxılsın 1'ə bərabərdir. Baş verməməsi ehtimalı 4,4m çıxılsın 2'yə bərabərdir. Və bizdən soruşur ki, m-i tapın. Baş verməsi və baş verməməsi ehtimalı. Əgər hər hansı bir hadisədə, məsəl üçün 5 dənə mümkün hadisə var, bizə deyir ki, baş verməsi ehtimalı 5'də 2'yə bərabərdir. Əgər 5 mümkün hadisə var, ikisində baş verir 5'də 2 və sonunda baş verməməsi ehtimalı neçə olur? Əgər ikisində ikisi deməli baş verməsi ehtimalıdırsa, yəni baş verməsində 5'li halların sayıdırsa ikisi, deməli baş verməməsi də 5'də 3 olacaq. Çünki onların cəmi 1'ə bərabər olmalıdır. Yəni ehtimalın baş verməsi və baş verməməsi sayı cəmi 1'ə bərabər olmalıdır. Deməli buradan çıxır ki, biz 2m çıxılsın 1 ilə 4,4m çıxılsın 2'nin
toplamalıyıq və cavabımız olur 1. Bu tənliyi əldə edirsiniz. Bu tənliyi əldə edirsiniz və M'in qiymətini tapırsınız. 2M üstəgəl 4,4 olur. 6,4 M çıxılsın 3 bərabərdir 1. 6,4 M bərabərdir 3'ün üstünə qeydləririk 4. 4'ü 6,4'e bölürük. 4 surətdə 6,4 məxrəcdə. 64 rahat olması için vergili aparaq burada uşaqlar. Ona görə 64'də 40. Cavablara fikir verək. Adi kəsimdən verilir. 64'də 40'ı da 8 aparaq. İxtisar edək. Məxrəc qalır 8, surət qalır 5 və 31'də doğru cavabımız olur B variantı. 32. sual. Oxşar sualdır yenə də. Baş verməsi ehtimalı və baş verməməsi ehtimalını bizə verir. Baş verməsi ehtimalı 4'dən çıxılsın 1, verməməsi ehtimalı 10'dan çıxılsın 2,9, 4 hədisdən soruşur. Bir hadisənin baş verməsi ehtimalı ilə baş verməməsi ehtimalının cəmi 1'ə bərabər olmalı. Deməli 4'dən 10'dan oldu. 14'dən -1 çıxılsın 2,9, -3,9 bərabərdir 1. 14 M bərabərdir 1'in üstünə 3,9 gəlirik. 4,9 M bərabərdir surət 4,9 məxrəc isə 14. Virgül aparaq ona vuraq. Surət 49 məxrəc 140. 7'yi ixtisar etsək surət 7 məxrəc isə 20. Doğru cavabımız olur C variantı. 33. sual. Vardı tapşırıqlar əlifmişik. Deməli 1'dən 25'ə qədər 1 və 25 də daxil olmaqla natfal ədədlərin içərisindən təsadüfən ardıcıl olaraq 2 müxtəlif ədəd seçilir. Seçilən birinci ədədin 5'ə bölünən tək, ikincinin isə 3'ə bölünən cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Yenə də burada ardıcıl sözü var. İkincinin baş verməsi ehtimalı birincinin baş verməsi şərti daxilində olacaq. 1'dən 25'ə qədər ədədlərin içində əlbəttə ki 25 ədəd var, yəni mümkün hal sayı 25'dir. Seçilən birinci ədədin 5'ə bölünən tək ədəd. 5'ə bölünən tək ədədlər də hansıları olacaq burada? 5, 15, bir də 25 olacaq da. Deməli, əlverişli hal sayı 3'ə bərabərdir. Birinci ədəd seçildi. İkinci ədəd isə 3'ə bölünən cüt ədəd olacaq. Axı birinci ədəd seçilib artıq. Çünki birbaşa 2 ədəd seçiləcək. Birinci artıq seçildi, qaldı ikinci. Bu zaman ədədlərin sayı azaldı. 25 idi, oldu 24. Yəni mümkün halların sayı 24 oldu. Bu da 3'ə bölünən cüt ədəd olacaq. 3'ə bölünən cüt ədədlərdə hansılar olacaq? 6. Əgər 6 ise 6 gedəcəkdir. 12 və 18 bir də olacaq 24. Yəni 24 ədədin içindən seçiləcək 2, 4 dənə ədəd. Əlverişli hal sayı olacaq bu. Və bölünən 24 4'ə ixtisar edir olur. 6 və 1, 6 və 3 də gedir burada. Məxrəc olur 25 olursun 2, surət isə 1 olur. Yəni 50'də 1, 50'də 1. Cavablara fikir verək, 10 kəsirdən verilir. Məxrəcin 100'ə getirsə %2 olur. %2. Yəni doğru cavabımız olur 0'dan %2. Yəni Y variantı. Davam edirik inşallah. 34. tapşırıq. Oxşar sualdır. 1'dən 45'ə qədər deməli daxil olan natural ədədlərin içində. Təsadüfən ardıcıl olaraq 2 müxtəlif ədəd seçilir. Seçilən birinci ədədin 11'ə bölünən cüt, ikinci ədədin isə 9'a bölünən tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, burada yenə də mümkün hallar sayı 45 deyir. Çünki 1'dən 45'ə qədər ədədlər də 45 də daxildir. Ardıcıl olaraq 2 müxtəlif ədəd seçiləcək. Birincinin 11'ə bölünən cüt ədəd. 11'ə bölünən cüt ədədlər hansı olacaq? 1'dən 45'ə qədər ədədlərin içində. Əlbəttə ki, bir 22 olacaq, bir də 44 olacaq. Yəni burada əlverişli hal sayı 2'yə bərabərdir. Birinci ədəd artıq seçildi. Seçilən ikinci ədədin isə 9'a bölünən tək ədəd olması. 9'a bölünən tək ədədlər hansı olacaq burada?
9. İkinci 9'a bölünen 18 de olmaz. Bize teşekkür lazımdır. 27 olacak. Sonra 36'dır. 36 daxil deyil. Və 45 də özü də bura daxil olduğu üçün 45'i də sayırıq. Deməli, burada əlverişli hal sayı 3'e bərabərdir. Bəs mümkün halların sayı nə olacaq? Fikir verirsiniz ardıcıl olaraq. Baxın, ardıcıl olaraq iki müxtəlif ədəd seçilir. Yəni birinci ədəd seçilir, qoyulur kənara, sonra ikinci ədəd seçilir. Yəni ikincinin baş verməsinin ehtimalı birincinin baş verməsinin ehtimalı şərti daxilində olur. Yəni şərti ehtimaldır. Ona görə də birinci seçildiyi üçün artıq burada 45 yox 44 ədəd qalır. Mümkün halların sayı 44 olur və əlverişli hal sayında tapdıq ki 3'e bərabərdir. Və ixtisar edirik. 45 3'e gedir. 15. Məxrəc 15 vurulsun. 2 də 44'də 2'ye gedir. 22. 15 vurulsun 22. Sürətimiz 1'dir. 22'ni 15'e vuraq. 22'ni 10'a vuranda 220. 22'ni də 5'e vursanız 110. 220, 110 yəni 330. Məxrəc 330. Sürət isə 1 doğru cavabımız olur. Y variantı. 35-ci suala gəlin baxaq. Nisbətən fərqli sualdır. Sinifdəki şagirdlərdən oğlanların sayının qızların sayına nisbəti 2'nin 3'e nisbətidir. 2'nin 3'e nisbətidir. Deməli, oğlan sayı olacaq 2 qız. Qızların sayı isə 3 qız. Çünki 2'nin 3'e nisbətidir. Sinifə 4 oğlan və 3 qız gəldikdən sonra sinifdən bir şagird sinif nümayəndəsi seçilir. Həmin şagirdin oğlan olması hadisəsinin ehtimalı 9'da 4 olarsa, əvvəlcə sinifdə neçə şagird var? Deməli, 4 oğlan və 3 qız gəlir sinifə, 7 nəfər şagird. Yəni, əlavə olunur sinifdəki şagirdlərin sayına. Sinifdəki şagirdlərin sayı nə qədər olacaq hələ? Ümumi sayı cəmi. Əvvəl 5x idi, çünki oğlan 2 qız, yəni oğlanların sayı 2 qız, qız sayı 3 qız, cəmi 5 qız sinifdə şagird var və 7 nəfər də əlavə gəlir. 4 oğlan və 3 qız. Olur məxrəcimiz 5 qız üstəgəl 7. Yəni bu olur sinifdəki bütün şagirdlərin sayı. Mümkün halların sayı bu. Və artıq buradan bir nəfər sinif nümayəndəsi seçiləcək. Seçilən sinif nümayəndəsinin oğlan olması hadisəsinin ehtimalı 9'da 4'tür. Oğlanlar əvvəl 2x idi. 4 oğlan gələcək. Olacaq 2 qız üstə gəl 4. Qızlar da 3x idi. 3 nəfər də qız gələcək. Olacaq 2 qız üstə gəl 3. Həqiqətən də bunları toplayanda bizə 5x üstə gəl 7 verir. Biz də artıq bunu tapmışdıq. Bütün sinifdəki şagirdlərin sayı 5x üstə gəl 7'dir. Və oğlanların sayı yəni 2x üstə gəl 4 olduğu üçün artıq seçilən sinif nümayəndəsi oğlan olacaq. Ona görə əlverişli halların sayı 2x üstə gəl 4 olur və bizdən ehtimalı qabaqcadan deyirik. 9'da 4'e bərabərdir. Tənasübü həll edirik, çarpaz vururuq. 9 vurulsun 2 qız. 18 qız 9'a 4'e vurursunuz 36. 4'ü 5x'e vurursunuz. 20 qız 4'ü 7'ye vurursunuz. 28. Deməli, 18x'i sağa keçirək. 20x'dan çıxaq. 2 qız 28'i sola gətirib 36'dan çıxaq. Doğulur 8. X bərabər olur 4'ə. Deməli, x'i tapdıq hələ biz. O bizdən əvvəlcə sinifdə neçə şagird var idi? Bunu soruşur. Əvvəlcə sinifdə cəmi neçə şagird var idi? Cəmi 5x şagird var idi. Deməli, bizdə 5 vurulsun 4, yəni x'i 4 tapdığımız üçün 5'i 4'e vururuz, cevabımız olur 20. Yəni sinifdə əvvəlcə 20 şagird olub. 36-cı sual, o da elə oxşar sualdır. Eyni qaydada həll edin. Burada da oğlanlar sayının qızların sayına nisbəti 3'ün 4'e nisbətidir. Yəni oğlanların sayını 3x qəbul edilir. 2 qız. Qızların sayını 4x qəbul edir. Sinifə 2 oğlan gəlir. Yəni sonraki sayı olacaq 3 qız üstə gəlir 2 oğlanlara. Qız da 4 qız gəlir, 2 oğlan gəlir görürsünüz. 4 qız gəlir, yəni 4x üstə gəlir. 4 olacaq. Qızların sonraki sayı və bütün say cəmi əvvəlcə sinifdə 3x üstə gəlir 4x 7 qız şagird, sonra isə
Axı 6 nəfər də əlavə gəlir. Deməli, sonra olacaq sinifdəki şagirdlərin sayı 7x üstəgəl 6. Deməli, mümkün halların sayı 7x üstəgəl 6-dır. Seçilən sinif nümayəndəsi də qız olmalıdır, fikir verirsiniz. Deməli, əlverişli halların sayı, qızların sayı olacaq 4x üstəgəl 4. Ehtimalı da bizə qabaqcadan verir 17 və 10. Yenə də tənasübdə çarpaz vururuq. 17'ni vurursanız 4x'a, deməli 68 x üstəgəl 17'ni 4'e vururuq. Yenə də 68, onu 7'ye vururuq. 70 x üstəgəl 16'ya vururuq. 60. 68 x'i sağa keçirək, 70 x'dan çıxaq, olsun 2x. Və 60'ı sola gətirib 68'dən çıxaq. 2x bərabərdir 8, yenə də x 4 alınır. Bizdən nə soruşur? Əvvəlcə sinifdə neçə şagird var idi? Əvvəlcə bizim işarə etdiyimizə görə 7x sayı idi. X-lar 4 tapmışıq. Deməli 7 vurulsun 4 bərabərdir 28. Sinifdə əvvəlcə 28 şagird olur. Doğru cavabımız olur B variantı. 37-ci sual. 7 nəfərlik qrupdakıların yaşlarını, deməli, ədədi ortası 40'dır. Yəni, qrupda 7 nəfər var, onların yaşlarının ədədi ortası 40 bərabərdir. Qrupdan 23 yaşındakı Yusif və 17 yaşındakı İbrahim ayrıldıktan sonra qrupdakilərin yaşlarının ədədi ortası neçə olur? İndi 7 nəfərin yaşlarını cəm bilmirik, x qəbul edək, sayı 7'dir və bunların ədədi ortası bizə verilib 40. Deməli, 7 nəfərlik qrupdakı yəni adamların yaşlarının cəmi x bərabər olacaq 40 olsun 7, 280. Bu 7 nəfərlik qrupdakilərin yaşlarının cəmi. Sonra qrupdan 2 nəfər ayrılır. 23 yaşındakı Yusif və 17 yaşındakı İbrahim qrupdan ayrılır. Əgər qrupdan 2 nəfər ayrılırsa, axı qrupda əvvəl 7 nəfər var idi. Deməli, qrupda qalacaq 5 nəfər. Deməli, məxrəcimiz olacaq 5. Və onların yaşları da, yəni Yusifin yaşı 23 və İbrahimin də yaşı 17 olduğu üçün yaşların ümumi cəmi 280'də azalacaq. 280'dən çıxırıq 23 üstəgəl 17'ni, yəni 7 nəfərin ümumi yaşlarının cəmi 280 idi. Yusif və İbrahim də ayrıldı qrupdan. Onların da yaşlarının cəmi 40'dır. 280'dan 40'ı çıxırıq 240. Deməli, yaşların ümumi cəmi olur 240 və bizdən onlar ayrıldıktan sonra qrupdakilərin yaşlarının ədədi ortası neçə olar? Yəni bunu soruşur. 240 bütün yaşların cəmidir. 2 nəfər də ayrıldı, 5 nəfər qaldı. 240'ı da 5'e bölürsünüz. Cavab olur 48, yəni Y variantı. O da 8. 25 qələmin olduğu qələm qabından təsadüfən seçilən bir qələmin qırmızı rəngdə olması hadisəsinin ehtimalı 0,2'ye bərabərdir. Qələm qabında qırmızı rəngdə olmayan qələmlərin sayını tapın. Deməli, qələm qabında cəmi 25 qələm var. Onlardan biri seçilib, seçilən qələmin də qırmızı olmasının ehtimalını bizə verir. Deməli, cəmi 25 qələm var, 25 mümkün hadisə var. İndi qırmızı qələmlərin sayını bilmirik axı biz. Qırmızı qələmlərin sayı x olsun, əlverişli hal sayı olur x və qırmızı qələmin çıxma ehtimalını da artıq bizə verir. 10'da 2. Buradan qırmızı qələmlərin sayını tapın. X bərabərdir 25 olsun 2 bölünsün 10. 50 bölünsün 10, yəni 5. Bu olur qırmızı qələmlərin sayı. Qırmızı qələmlərinin sayı. Bizdən də soruşulur. Qırmızı rəngdə olmayan qələmlərin sayı. Cəmi 25 qələmimiz var idi. 25'dən də 5'i çıxırıq. 5'i qırmızıdırsa 20'si də qırmızı olmayandır. Yəni doğru cavabımız olur B variantı. 39-cu sual. Bu sualda 20 qələmin olduğu qələm qabından təsadüfən seçilən bir qələmin mavi rəngdə olması hadisəsinin ehtimalı 0,15'e bərabərdir. Yəni burada 39-cu sualda mümkün halların sayı 20'dir. Təsadüfən bir qələm seçilir. Onun da mavi rəngdə olması, mavi rənglərin də sayını bilmirik, x qəbul edirik və ehtimalı da bizə verib %15. Buradan biz mavi qələmlərin sayını tapa bilərik. X bərabərdir 20 vurulsun 15 bölünsün 100. 100 də 20'ye bölünür 5. Olur məxrəcimiz 5, surətimiz 11. 15'də 5'e bölürük. Deməli, mavi qələmlərin sayı burada
3'e beraberdir. Ama bizden mavi renkte olmayanların sayısı soruşur. Ona göre de 20 gelenler, yani 20'den 3'e çıkırıq, cevap qalır 17, yani Y variantı. 40-cı sual. Kənanın bir gündə müxtəlif fənlərdən həll edəcəyi testlərin sayı cədvəldə verilmişdir. Onun ilk həll edəcəyi testin riyaziyyat və ya fizika fənlərindən birinə aid olması hadisəsinin ehtimalını tapın. Aşağı verilmişin və ya olanda ehtimalların cəmini tapırsınız. Yəni uyuşmayan hadisələrdir. Məxrəcdə mümkün halların sayını tapmaq lazımdır. Test sayı 20, 30, 21, 40. Cəmi neçə test sayı var? 50 burada, 65 burada. Cəmi 115 test sayı var. Deməli, mümkün halların sayı 115'dir. Və ilk həll edəcəyi testin, yəni bir dənə testdən söhbət gedir. Riyaziyyat və ya fizika fənlərindən birinə aid olması. Ya riyaziyyatdan uzun, ya fizikadan. Yəni uyuşmayan hadisələrdir. Və ya bağlayıcısı varsa ehtimalları ayrı-ayrı tapıb toplamaq lazımdır. Yəni onların saylarının birləşməsindən söhbət gedir. Riyaziyyat, bax burada testi 20 ədəddir. Deməli olur 115'də 20 üstə gəlir. 115'də fizika deyildi də, fizikada 30'dur. Deməli 115'də 50, 115'də 50, 5 ixtisar etsək, surətimiz 10, məxrəcimiz isə olur 23. Deməli doğru cavabımız olur 23'də 10, yəni B variantı. 41-ci sual yenə də oxşar sualdır. Riyaziyyat və ya tarix fənlərindən birinə aid olması. Ümumi görə neçə test sayı var? 10, 15. Oxuyuruq. Baxın. 10, 15, 40, 50. Deməli 10, 15, 25, da 90. 115. 115 mümkün halların sayıdır. Məxrəcimiz olur 115. Deməli riyaziyyat və ya tarix. Riyaziyyat testi 10 belədir. İstəgə və ya demək toplayırsınız 115'də, tarixdə 50'dir. Yəni tarixdən olan testlərin sayı 50'ye bərabərdir. 50 və onu topladınız 60. İxtisar etsək bir şey surət 12 qalır. Məxrəcdə 20 qalır. Yəni 23'də 12, 41'də olur A variantı. 42-ci sual. Deməli, burada məlumatlar sırası verilib 5, 11, 7, X və 14. Deyir ki, məlumatlar sırasının ən böyük fərqi 10'a bərabərdir. Və X-in ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni verilmiş ədədlər sırasının ən böyük fərqi dedikdə, həmin sıranın ən böyük ədədindən ən kiçik ədədini çıxmaq lazımdır. Və bunun artıq cavabı bizə verilib, ən böyük fərq 10'a bərabərdir. X burada hansı qiymətləri ala bilər? Diqqətlə fikir veririk. Ədədlər sırasındakı ən böyük ədədə, ən böyük ədəd burada 14. Hələ ki 14'dür. X-i biz ən kiçik ədəd kimi qəbul etsək, birinci dəfə, onda 14 çıxılsın X bərabərdir 10. Baxın, ən böyük fərqi verir 10. Buradan X-i tapa bilər. X bərabərdir 4. Deməli, X-in birinci qiyməti 4 ola bilər. Həqiqətən də yerinə qoysanız, olacaq 4, 5, 7, 11, 14. Ən böyük ədəd 14, ən kiçik ədəd 5 olacaq. 14'dən də, daha doğrusu, ən kiçik ədəd 4 olacaq. 14'dən də 4'ü çıxanda 10. Deməli, düz gəlir. İkinci halda qəbul edək ki, X burada ən böyük ədəddir. Və ən böyük ədəddən ən kiçik ədədi çıxıblar, cavab olub 10. Ən böyük ədəd X-dırsa, ən kiçik ədəddə verilmiş ədədlərin içində burada 5'dir. Deməli, X çıxılsın 5 bərabərdir 10. Ən böyük fərqi 10 veriblər. X-i bu dəfə ən böyük ədəd kimi qəbul etdik. Ən kiçik ədəd də verilmiş sırada 5 görünür. X çıxılsın 5 bərabərdir ən böyük fərqi, yəni 10'a. Buradan da X bərabər olur. 10 üstə gəl 5, yəni 15'ə. Deməli, X-in burada 2 qiyməti ola bilər. 4 və 15. Doğru cavab olur A variantı. 43-cü sual. Oxşar sualdır uşaqlar. 10, 20, 12, 20 və 17. Ədədləri iştirak edən məlumatlar sırasının ən böyük fərqi 11'dir.
En böyük fərq 11'e bərabərdir. Yəni böyük ədəddən kiçik ədədə çıxanda cavab 11 olmalıdır və burada y-in ala biləcəyi qiymətlərin soruşur bizdən. Birinci dəfə y-ə ən kiçik ədəd kimi baxaq. Ən kiçik ədəd kimi y-ə baxsaq, sıradakı ən böyük ədəd 20-dir. 20 çıxılsın y bərabərdir. Ən böyük fərqi də 11 verir. Və y bərabər olur 20 çıxılsın 11, yəni 9. Bu birinci qiyməti y-in. İkinci halda y-ə ən böyük ədəd kimi baxaq. Y çıxılsın. Deməli, ən böyük ədəddən ən kiçik ədədə çıxmalıyıq. Ən kiçik ədəd burada hansıdır? 10, 20, 12, 17, ən kiçiyi 10. Y çıxılsın 10 bərabərdir. Ən böyük fərqi də bizə verir 11. Deməli, y bərabərdir. 11 ilə 10'u toplayırıq 21. Doğru cavabımız olur 9 və ya 21, yəni A variantı. Keçirik 44-cü suala. 44-cü sualda da yine ədədlər sırası verilir. 11, M, 12, 14, 15 və M. Natural ədədlərdən ibarət və artan sırada yazılmış ədədlərin modası 12'dir. Və ən böyük fərqi 51'dir. Modanı verir 12, ən böyük fərqi də verir 51. Olarsa M üstəgəl N'ni tapın. Burada uşaqlar artan sırada sözü bax buna diqqətlə fikir verin. Yəni verilmiş ardıcılıqda ədədlər kiçikdən böyüyə doğru düzülür. Baxın M əvvəldə N sonradır. Deməli belə çıxır ki, M'in qiyməti N'in qiymətindən kiçikdir. Bu artıq bizə məlum olur çünki artan sırada verilir və moda 12'dir. Biz də bilirik ki, moda ən çox təkrarlanan ədəddir. Deməli, ardıcılığa da fikir verəndə görürsə, hərəsindən bir dəfə yazılıb. Yəni, deməli, belə çıxır ki, elə M12'yə bərabər imiş də. Çünki N12 ola bilməz. 15'dən sonra 12 gəlməyəcək ki, verilən ədədlər ardıcıl artan sırada düzülür. Deməli, M12'dir. M-i artıq tapdı. Çünki moda 12'yə bərabərdir. M-i tapdı, qaldı M. Ən böyük fərq də 51'ə bərabərdir. N burada axırıncı gəldiyi üçün elə ən böyük ədəddir. Ən böyük ədəd çıxılsın ən kiçik ədəd. Ən kiçik ədəd də 11'dir. Ən böyük ədəd N'dir. N çıxılsın 11 bərabərdir. Ən böyük fərqi də bizə verib burada 51. Buradan da N'ni tapırıq. 51 üstəgəl 11. Cavab olur 62. Sual nədir? Sualda deyir M üstəgəl N'ni tapın. Deməli, M 12'dir. M də 62'dir. M üstəgəl N də bərabər olur 12 üstəgəl 62, yəni doğru cavabımız olur 74 Y variantı. 45-ci sual. Oxşar sualdır. 13 A 15 17 20 və B. Natural ədədlərindən ibarət və artan sırayla, yenə də artan sırayla kiçikdən böyüyə yazılmış ədədlərin modası 13'dür. Ən böyük fərqi 32'dir. Yine bayaqki kimi artan sırayla yazılıbsa A B-dən kiçikdir. A əvvəl gəlir, B ən böyük ədəddir. Burada axırda yazılıb. Moda da 13'dür. Moda 13'dürsə ən çox təkrarlanan ədəd 13 olmalıdır. Burada deməli A 13'ə bərabərdir. Birbaşa buradan A-nı tapmaq olur. B də ən böyük ədəd olduğu üçün ən böyük ədəd çıxılsın ən kiçik ədəd. Yəni C çıxılsın 13 bərabərdir. Ən böyük fərq 32'dir. Buradan da B tapılır. 32 üstəgəl 13 45'ə bərabərdir. Bizdən soruşur A üstəgəl B cəmini tapın. 45 üstəgəl 13 olur 58. Yəni B variantı. 46-cı sual. 4 metal pulu atdıqda mümkün halların sayını tap. Deməli, 4 metal pulu atırıq. Burada neçə mümkün hal baş verir? Şöyle. Aslı olmayan hadisələrdir. 4 metal pul atanda. Birinci metal pulda, yəni metal pulun hər birinin iki ucu var da. Birinci metal pulda da iki hadisə baş verə bilir. İkinci metal pulda da iki hadisə baş verə bilir. Üçüncü metal pulda da iki hadisə baş verə bilir. Dördüncüdə də iki hadisə baş verə bilir də. Yəni metal pulun iki yüzü olduğu üçün hərəsində iki mümkün hal var. Dördü də birdən atıldıqda bir-birindən asılı olmayan hadisələr olur. Yəni bu zaman onlar bir-birinə vurulur və 2 vurulsun 2 vurulsun 2, yəni 2 üstü 4 bərabər cavabımız olur 16. 2 üzəri 1 2 atdıqda 6 üstü 2, 3 üzəri 1 2 atdıqda 6 üstü 3, 4 metal pulu bir yerdə atdıqda 2 üstü 4. Yəni siz bu cür mümkün halların sayını yadınızda saxlaya bilərsiniz. Baxın 3 üzəri atdıqda 7-ci sualda 3 üzəri atdıqda 6 vurulsun 6 vurulsun 6. Yəni 6 üstü 3. 216
mümkün hallar. 48. sualda. Bir dəmir pulu 4 dəfə atdıqda ilk üçündə xəritə, dördüncüsündə rəqəm düşməsi hadisəsi. Dördüncüsündə rəqəm düşməsi. Bu artıq biraz fərqlidir. Yəni bir dəmir pulu 4 dəfə atırlar. Birinci dəfə atanda xəritə düşməlidir. Fikir verirsiniz, ilk üçündə xəritə. İndi dəmir pulun dediyi 2 yüzü var da, 2 yüzündən biri xəritədir. Yəni mümkün hal sayı 2-dir, əlverişli hal sayı 1-dir. Bu dəmir pulu birinci dəfə atanda. İkinci dəfə də atdıqda yenə də xəritə üzü düşsün. Yenə də ehtimal 2 dəfə bərabərdir. Üçüncü dəfə atdıqda da deyir ilk üçündə xəritə düşsün. Deməli üçüncü dəfə atanda da xəritə düşəndə yenə də ehtimal 2 dəfə bərabər olur. 2 dənə mümkün hal var, ikisindən biri xəritə. Dördüncüsündə isə rəqəm düşsün. Dördüncüsündə rəqəm düşəndə yenə də dördüncü dəfədə metal pulu atanda 2 yüzü var da. 2 yüzü var, məxrəcimiz 2-dir. Rəqəm üzü də bir dənədir. Bir tərəfi xəritədir, üzü də rəqəmdir. Yenə də ehtimal olur 2 dəfə. Bunlar da bir-birindən asılı olmayan hadisələrdir. Asılı olmayan hadisələrin ehtimalı tapanda ehtimallar vurulur. Cavabımız olur 16'da 1. Yəni C variantı. 49. sual. Bir zəri 3 dəfə atdıqda ilk üçündə cüt xalın, ilk üçündə cüt xalın, üçüncüsündə, daha doğrusu ilk ikisində cüt xalın, üçüncüsündə isə sadə ədədin düşməsi. Cüt xallar hansılardır? Cüt xallar 2, 4, 6. Yəni zərin üzündə 3 dənə cüt xal var. Zərin özündə 6 üzü var. Deməli, birinci dəfə cüt xalın çıxması hadisəsinin ehtimalı olur 6'da 3. Vurulsun. İkinci dəfə atanda yenə də cüt xal çıxmalıdır. Yenə də hadisənin ehtimalı olur 6'da 3. Üçüncü dəfə sadə ədəd düşməlidir. Sadə ədəd. Sadə ədədimiz isə dənəydi zərin üzündə. Sadə ədədlər orada 2 idi, 3 idi, 5 idi də. 3 dənə də sadə ədəd var. Yenə də deməli ehtimal 6'da 3'ə bərabər olur. Yəni bu hadisələrin baş verməsi bir rəqəmdən asılı deyil, asılı olmayan hadisələrdir. Asılı olmayan hadisələrin də ehtimalını tapanda ehtimallar vurulur. Hər üçündə surət və məxrəc ixtisar edəndə 2'də 1 vurulsun, 2'də 1 vurulsun, 2'də 1 alınır. Bu da bizə verir 8'də 1. 49'da doğru cavab olur A variantı. Ellinci sual. Atıcının hədəfi vurması hadisəsinin ehtimalı atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,4'dür. Atıcı hədəfə ardıcıl olaraq 2 ateş açır. Onun birinci atışda hədəfi vurması, ikinci atışda isə vurmaması hadisəsinin ehtimalını tap. Yəni hədəfi vurması ehtimalı, məsəl üçün olsun A hadisəsi. PA bərabərdir 0,10. Bu hədəfi vurması ehtimalı. Hədəfi vurmaması ehtimalı isə B ilə işarə edək. Əgər 0,4 vurması ehtimalıdırsa, vurmaması ehtimalı 0,6. Yəni biz demişdik ki, vura bilməsi və vura bilməməsi ehtimalların cəmi 1'ə bərabər olmalıdır. İndi bizdən nə soruşur? Onun birinci atışda hədəfi vurmasını, ikinci atışda isə vurmaması hadisəsinin ehtimalını tapın. Yenə də birinci sual ayrıdır, yəni ikinci sual ayrıdır. Bir-birindən asılı deyil. Birinci dəfə ehtimalı verib vurma ehtimalı 0,4'dür. İkincini də biz tapdıq, vurmaması ehtimalı 0,6'dır. İki hadisə, yəni burada daha doğrusu ardıcıl olaraq 2 ateş açır da, düzdür 2 ateş açır. Birinci dəfə vurma ehtimalı olmalıdır 0,4. İkinci dəfəsi də yəni vurmaması ehtimalı olmasıdır. Yəni də bir-birindən asılı deyirlər. 0,4 vurulsun 0,6 cavab olur 0,24, yəni A variantı. 51. sual oxşar sualdır. Atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,3'ə bərabərdir. Hədəfi ardıcıl olaraq 2 ateş açır. Onun birinci atışda hədəfi vurmaması, ikinci ateşdə isə vurması hadisəsinin ehtimalını tapın. Deməli bizə vurması ehtimalını verib 0,3. Biz də 1'dən 0,3'ə çıxırıq. 0,7. Deməli vurmaması ehtimalı olur 0,7.
2 dəfə atəş açacaq. Birinci dəfə hədəfi vurmaması ehtimalı 0,7-yə bərabərdir. Vurulsun. İkinci dəfə də yəni vurması ehtimalı olmalıdır. 0,7 vurmamasıdırsa, vurması da 0,3'dür. Yenə də ikinci hadisənin baş verməsi birinci hadisədən asılı deyil. Ayrı-ayrı hadisələrdə asılı olmayan hadisələrdir və bu zaman ehtimal onların ehtimallarının arasında bərabər olur. Cavab olur 0,21, yəni Y variantı. 52-ci sual. İki tərəfi 5 və 7. Üçüncü tərəfi tam ədəd olan üç bucaqlar içərisindən təsadüfən seçilmiş birinin bərabər yanlı üç bucaq olması hadisəsinin ehtimalını tapın. Deməli bizə üç bucaq verilir. Həmin üç bucağın iki tərəfi məlumdur. 5 və 7. Üçüncü tərəf məlum deyil. Üçüncü tərəfi x qəbul edirəm. Üçüncü tərəfin ala biləcəyi tam ədədlər. Biz bilirik ki, üçüncü tərəfin ala biləcəyi tam ədədləri tapmaq üçün üçbucaq bərabərsizliyindən istifadə edirik. Üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyük, cəmindən isə kiçik olmalı. Yəni x böyükdür 2, kiçikdir 12. Burada yerləşən tam ədədlərin sayını verməliyik biz. Yəni 2 də daxil deyil, 12 də daxil deyil. Bu zaman sayı necə tapılır? 12'dən 2'ni çıxırıq və 1 də çıxırıq. Cavab olur 9. Deməli 9 hal mümkündür. Mümkün halların sayını tapdıq 9. Məxrəcə 9 yazılacaq. Sualımız nədir? 9 üçbucağın içindən biri seçiləcək. Seçilən birinin bərabər yanlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. Yaxşı. X-in qiymətləri 2 və 12'nin arasında yerləşir. Yəni x tərəfinin uzunluğu 2 və 12'nin arasında yerləşir. Üçbucaq da bərabər yanlı üçbucaq olması üçün ya x gərək 5 olsun ki, üçbucaq bərabər yanlı olsun 5 olanda və yaxud da x gərək 7 olsun ki, üçbucaq bərabər yanlı olsun. Deməli, 2 burada əlverişli hal var. Əlverişli halların da sayı məlum oldu. Ona görə də ehtimalımız olacaq 9'da 2, yəni 52'də olur. Doğru cavabımız A variantı. 53-cü sualda da iki tərəfi 4 və 6'dır. Üçüncü tərəfi tam ədəd olan üçbucaqların içərisindən təsadüfən seçilmiş birinin bərabər yanlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. X böyükdür 6 çıxılsın 4, kiçikdir 6 üstəgəl 4. Yəni x böyükdür 2, kiçikdir 10. 2 və 10'un arasında. 2 və 10'un arasında neçə tam ədəd yerləşəcək? 10 çıxılsın 2 çıxılsın 1, 7. Deməli 7 mümkün hal var və üçbucaq bərabər yanlı üçbucaq olmalıdır. Bərabər yanlı deməli üçbucaq olması üçün x-in qiyməti gərək ya 4 olsun ki, bərabər yanlı olsun, ya da 6 olmalıdır ki, bərabər yanlı olsun. Həmin 4 və 6 2 aralığına daxildir. Deməli hər ikisi ödənir. Əlverişli hal sayı olur 2. Mümkün hal sayı 7, əlverişli hal sayı isə 2. Cavabımız olur 7'də 2, yəni B variantı. 54-cü sual. İki zər atıldıqda üst üzə düşən xallar cəminin 4'ə bölünən ədəd olması hadisəsinin ehtimalını tap. 4'ə bölünən ədəd deyirsə, deməli 4 ola bilər xalların cəmi, 8 ola bilər, bir də xalların cəmi 12 ola bilər. Yəni 12'dən böyük ola bilməyəcək, çünki zərin üzündəki ən böyük xala 6'dır. 6 və 6 hər ikisində 6 düşsə cəmi 12 olur. Yəni ən böyüyü 12 ola biləcək. İndi araşdıraq görək, birinci zərdə tutaq ki, bir xalı düşüb. Onda ikinci zərdə hansı xal düşməlidir ki, onları toplayanda 4'ə bölünən ədəd olsun. İkinci zərdə əgər 3 olsa, 1 ilə 3'ü toplasaq 4, 4'də 4'ə bölünür. Deməli, bu doğrudur. İndi birinci zərdə 2 olsa, ikinci zərdə neçə olmalıdır ki, toplayanda 4'ə bölünsün. İkinci zərdə də 2 düşsə, 2 üstəgəl 2 4'ə bölünür. Sonra birinci zərdə 2, ikinci zərdə 6 düşsə, 2 ilə 6'nı toplayanda 8 4'ə bölünəcək. Yəni bu da doğrudur. 2 xalı ilə də yəni qurtardıq. İndi birinci zərdə 3 xalı çıxıb. 3 xalı çıxıbsa, ikinci zərdə 1 xalı çıxsa, 3 üstəgəl 1 4'ə bölünəcək. Başqa görə hansı hal mümkündür? Əgər 3 çıxıbsa birincidə, ikinci zərdə 5 çıxsa, 3 üstəgəl 5 8, bu da 4'ə bölünəcək.
İndi birinci zərdə tutaq ki 4 çıxıb, 4 xalı düşür. İkinci zərdə ikinci zərdə 4 olsa, ikinci zərdə 4 olsa, 4 üstə gəl 4, bu da yəni 4-ə bölünəcək. 8 alınacaq, 4-ə bölünəcək. Birinci zərdə tutaq ki 5 çıxıb, ikinci zərdə deməli 1 olsa 6 olacaq, bölünməyəcək. 8 olması üçün ikinci zərdə gələ 3 çıxsın da. 5, 3, 8, yəni 4-ə bölünəcək. Birinci zərdə 6 çıxsa, birinci zərdə 6 çıxsa, 6 xalı düşsə, ikinci zərdə də əgər 6 xalı düşsə, 12 4-ə bölünəcək. Bir də birinci zərdə 6, ikinci zərdə isə 2 xalı çıxsa, cəmi 8 4-ə bölünəcək. Axırıncı qalan isə 6 və 6 oldu. Bu halların sayı hamısı sayılmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə əlverişli hal var. 9 əlverişli hal var. 9 surətə yazılır. Mümkün halların sayı nə idi? 2 zərbi yerdə atılmışdı. 2 zərbi yerdə atılanda demişdik ki 6 vurulsun 6, 36 hadisə baş verir. 36'da 9 cevabımız olur. 4'te 1 yani A variantı. Burada uşaqlar məsələn 1-3 yazdınız. Birinki yəni birinci zərdə 1, ikinci zərdə 3. Bunun tərsini də götürəcəksiniz. Mən özüm burada bir-bir hamısını izah eləməkdən ötürü belə yazdım. Siz birbaşa yazmaq istəsəniz 1-3 yanında 3-1 yazın. Məsələn 2-6 tapmışsınızsa, deməli onun tərsi də, yəni 6-2 də ödənəcək. Məsələn 3-5'i tapmışsınızsa, yanında 5-3 də yaza bilərsiniz. Çünki o da ödənəcək. 55-ci sual oxşar sualdır. Bu da iki zərf bir yerdə atılır və üst-üzə düşən xallar cəmi 3'ə bölünən ədəd olması hadisəsinin ehtimalı. 3'ə bölünən ədədlər hansılar olacaq? Gərək cəmi 3 olsun, 6 olsun və 9 olsun. Bir də 12 də ola bilər də. Burada 12 də 3'ə bölünəcək. Deməli, birinci zərdə məsələn 1 çıxıb. İkinci zərdə necə çıxsın? 2 çıxsın ki, 1 üstə gəlir 2, 3'ə bölünsün. Birinci zərdə 1 çıxıb, ikinci zərdə 5 çıxsın. 6 olacaq, 3'ə bölünəcək. Başqa hal mümkün deyil. Əgər 1-2 yazmışıqsa 2-1'i də götürəcəyik. 1-5 yazmışıqsa 5-1'i də götürəcəyik. Sonra birinci zərdən 2 xalı çıxıbsa 2-1 ödənir yazmışıq artıq. 2-4 də ödənəcək. 2-4 cəmi 6 eləyib, tərsi ödənəcək. 4-2. Sonra hansı qaldı? Məsələn, birinci zərdə 2 çıxıbsa 2-5, 2-6 ödənməyəcək. Keçdik 3'lərə. Birinci zərdə 3 çıxıbsa, ikinci zərdə də 3 çıxsa 3-3, 6, 3'ə bölünəcək. Birinci zərdə 3, ikinci zərdə 6 çıxsa 3, 6 ödənəcək. Deməli 6, 3 də ödənəcək. Birinci zərdə 4 çıxsa, ikinci zərdə 2 çıxmalıdır. Artıq yazmışıq. Birinci zərdə 4 çıxsa, ikinci zərdə 5 çıxsa, əgər ödənir 4 üstə gəl 5, 9. Bunun tərsi də doğrudur. 5, 4. Birinci zərdə 5 çıxsa, ikinci zərdə 4 çıxmalıdır. Bunu artıq yazmışıq. Başqa hal mümkün deyil. Birinci zərdə 6 çıxsa, ikinci zərdə də 6 çıxsa, bu da ödənməlidir. Baxaq saylarına. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli 36 halda 12 əlverişli haldır. 36 da 12'nin də iqtisadidir. Cavab qalır 3'te 1. 55'te doğru cevap olur Y variantı. 56. sual. Sinifdə 20 qız və 12 oğlan oxuyur. Növbəti seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Pişkatma nəticəsində ilk növbətçinin oğlan, ikinci növbətçinin isə qız olması hadisəsinin ehtimalını tapın. Diqqətlə fikir verək, burada sinifdəki şagirdlərin sayına 20 qız və 12 oğlan. 20 üstə gəl 12 bərabərdir 32, yəni sinifdə 32 şagird təhsil alır. Növbətçi seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Deməli, burada 32 dənə kart var, yəni mümkün hadisə sayı 32'dir. Pişkatma nəticəsində ilk növbətçinin oğlan, ikinci növbətçinin qız olması hadisəsinin ehtimalını tapın. Deməli, burada 2 növbəsi birdən seçiləcək. Birincisi oğlan, ikincisi isə qız olmalıdır. Birinci hadisənin ehtimalı 32'də. Deməli, ilk növbəti oğlan olmalıdır. Oğlanların da sayı 12'dir. 12 nəfər oğlan var.
32'de 12 vurulsun. İkincisi ise ikincinin baş verme ihtimali birincinin baş vermesi ihtimali şərti daxilindedir. Yəni 32'den biri seçilib qalıb 31 nəfər. Mümkün halların sayı burada artıq 31 olur. Əlverişli hallar isə ikinci növbəsi qız olmalıdır. Qızların da sayı 20'dir. Deməli 31'də 20. İxtisar edən 20 və 32'ni 4'ə qalsın burada 8, 5, 12 və 8'i də aparaq 4'ə 2, 3, surət oldu 3 vurulsun 5, 15, məxrəc isə 2 vurulsun 31, yəni 62, 62'də 15, yəni doğru cavab olur A variantı. 57. sual. Oxşar sualdır. Yenə də sinifdə 16 qız və 10 oğlan var. 16 üstəgəl 10 bərabərdir 26. Sinifdə 26 şagird var. Növbəti seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Püç yatma nəticəsində ilk növbətinin qız, ikinci növbətinin isə oğlan olması hadisəsinin ehtimalını tapın. Yenə də mümkün hallar sayı 26'dır. Birinci növbəti qızların içindən seçilir. Qızların sayı 16'dır. Əlverişli hal sayı olur 16. İhtimal, yəni qızların seçilmə ehtimalı 26'da 16 vurulsa, ikinci növbəsi, yəni bir-birinin ardınca baş verən hadisələrdir. İkinci hadisənin ehtimalının mümkün hadisələrinin sayı birinci, yəni hadisənin mümkün hallarının sayından asılıdır. Yəni şərt daxilində birincinin baş verməsi şərti daxilində ikinci baş verir. Yəni bu zaman 26 bir vahid azalır. Çünki artıq bir nəfər seçilib, qaldı 25 nəfər. İkinci dəfə də oğlan seçilməlidir. Oğlanların da sayı 10 nəfərdir. Deməli 25'də o. 25 ilə onu 5 ixtisar edək. Surət 2, məxrəc 5. 16 və 26'ı 2'yə ixtisar edək. Məxrəc 13. Surət 8. 8 vur 2, surət 16. Məxrəc də 13 vur 5, yəni 65. Doğru cavab olur 65'də 16. Yəni A variantı. 59. sual oxşar sualdır. Yenə də mahnı müsabiqəsində 100 nəfər iştirak edir. Burada da iştirakçılar ardıcıl olaraq birdən 100'ə qədər nömrələnir və püşkatma yolu ilə çıxış etmə növbələri müəyyən edilir. Müsabiqədə çıxış edən ssenarinin növbəsinin 9'a bölünən tək ədəd olması hadisəsinin ehtimalını tapın. Cəmi 100 nəfər iştirak edir. Deməli, mümkün halların sayı 100'dür. Əlverişli halların sayı isə birdən 100'ə qədər ədədlərin içində 9'a tam bölünən tək ədəd olmalıdır. 9'a bölünən tək ədədlər burada. Deməli 9. Üstünə 9 gəlsək 18 burada cüt ədəd olur. Deməli 27 olacaq da ikinci tək ədədimiz. Yəni burada 18 artırmaq lazımdır da belə deyək. Üstünə 18 gəlsək 27, üstünə 18 gəlsək 45, üstünə 18 gəlsək 63, yenə 18 gəlsək üstünə 81, bir dəfə də 81'in də üstünə 18 gələndə 99. Bax, bunlar 9'a bölünən tək ədədlərdir. 2, 4, 6 dənə 9'a bölünən tək ədəd var burada. Deməli cavabımız olur 0'dan %6, yəni A variantı. 60. sual 2 zəri bilgi atdıqda düşən xalların hasilinin 10 olması hadisəsi, yəni hasili 10 olmalıdır. Baxaq bu sualda bayaqların 2 zəri atdıqda düşən xalların cəminin 10 olması, cəminin 3'ə bölünən olması, yəni belə suallar yəni işləmişdik. İndi hasili 10 olmalıdır. Hasil 10 olması üçün hansı ədədlər ola bilər? Xallar 2, 5 ola bilər. Düzdür. Birinci zərdə 2, ikinci zərdə 5, birinci zərdə 5, ikinci zərdə 2. Başqa cür hasili 10 olan ədəd. Burada hasili 10 olan ədəd başqa variant mümkün deyil. 2 zərdə 2 atıldıqda məxrəc 6 vurulsun 6 olur. Yəni 36'da cəmi 2 hadisə əlverişli haldır burada. 2 əlverişli hal var. Cavab olur 18'də 1. 18'də 1, yəni C variantı. Beləliklə uşaqlar, bu videonun da sonuna gəldik. Ümidvaram ki sizin üçün yararlı olacaq. Tezliklə bu bölmənin davamını da izah edəcəm. Hələlik sağ olun, salamat qalın.